Baxıram, arıqlamışam, amma tərəzidə düşmür. Tərəziyə baxmayın da, siz özünüzə baxın, sizə yetər. Təsəvvürünüzə gətirin ki, bir insan başladı arıqlama prosesinə. Normal zülaldan istifadə eləmir, normal belə deyək ki, protein yemir, ət yemir, heç bir şey yemir. Əzələ kütləsi çox da yaxşı bir formada deyil. Başlayır sağlam həyata, idmana başlayır, ondan sonra əzəllərini başlayır idman elətdirməyə və yaxşı da qidalanır. Və bu qidalanmada nə olur? Nə baş verir? Deməli, təsəvvürünüzə gətirin ki, bədəninizdə toplanan 1 kiloqram su, yəni 1 litr su deyək, kiloqram deyək də, 1 kiloqram su sizin bu sağlam həyata start verməyiniz nəticəsində 1 kiloqram su gedir, 1 kiloqram su gedir və yavaş-yavaş 1 kiloqram əzələ kütləsi qazanırsınız. 1 kiloqram yağ gedir, 1 kiloqram məsələn əzələ kütləsi qazanırsınız. Və bununla da nə olur? Siz 1 kiloqram arıqlayırsınız, amma 1 kiloqram da əzələ kütləsi gəlir axı və sizin çəkiniz dəyişmir. Lakin əzələ ilə yağın həcmi eyni deyil. Bu boyda yağ 1 kiloqramdır, bu boyda əzələ 1 kiloqramdır. Bunların da həcmi eyni olmadığı üçün əlbəttə ki, sizin vizual olaraq dəyişməniz baş verir. Siz həcmcə, necə ki, əzələ həcmcə kiçikdir, siz də həcmlə kiçilirsiniz. 1 kiloqram yağınız yana bilər, 1 kiloqram bədəniniz su toplaya bilər. 1 kiloqram getdi, 1 kiloqram gəldi. Su ilə da yağın həcmi eyni deyil, bədənlə tutduğu forma eyni deyil. Ona görə də formanız dəyişir, çəkiniz eyni yerində qalır. Bu sizə qətiyyən diyeti yarıda qoyum, mən arıqlamıram, mən heç vaxt arıqlamayacağam deyə bir fikir beyninizdə yaratmamalıdır. Bax, bütün olanlar orqanizmdə fizioloji olaraq baş verənlər məhz bunlardır.